Aşura nədir? Aşura bir ətirdir. O ətir şüşəsini sındırmaqla ətiri yox eləmək istədilər. Amma şüşə sınandan sonra ətir qoxusu daha çox yayıldı. Hələ də dünyada o ətir qoxusu gəlməkdədir mənim balam. Tarix boyu belə bir müsibət görülməmişdi. Bu hadisə hicrətin 61-ci ilində İraqın Kərbala şəhərində baş verdi. Aşura günü Peyğəmbərimizin nəvəsi İmam Hüseyin və onun yaxınları Allahın düşmənləri tərəfindən şəhid edildi. Onlar o qədər haram yemişdilər ki, nə Hüseyni tanıyırdılar, nə də ailəsini. Onların nə dini var idi, nə də qeyrəti. İmam Hüseyin ədaləti, dini qeyrəti, bütün insani dəyərləri qorudu. Kərbəlada gözəllikdən başqa heç bir şey yox idi. Bax mənim balam, Allah yolunda haqqı çatdırmaqdan daha gözəl nə ola bilər? Elə ən üstün cihad da haqqı deməkdir. Nənə, aşura bir gün olur. İsrail ordusu Qəzza zolağında müdafiə səddi əməliyyatının növbəti mərhələsinə keçib. Qoşunların yerləşdirilməsindən öncə Qəzza zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb. İsrail ordusunun Qəzza zolağına atəşə tutması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Onlar arasında 5 aylıq uşaq da var. Mosulu ələ keçirən IŞİD silahlıları Bağdada doğru irəliləyir. Bu barədə yerli mənbələr bildirib. Terrorçular əsasən şiələrin olduğu yerləri, onların ziyarətgahlarını hədəfə götürürlər. Hədəf Bağdad və Kərbala sözləri mediada yayıldıqdan sonra İraqın Amerika Birləşmiş Ştatlarından IŞİDə qarşı hava hücumunu həyata keçirmək istədiyi barədə məlumatlar yayılır. Pakistanın şimal-qərbində yerləşən Peşavar şəhərində 3 güclü partlayış törədilib. İlk partlayış cümə namazı vaxtı Peşavardakı şiə məscidlərindən birinin ərazisində baş verib. Nəticədə 10 nəfər həlak olub, 60 nəfər xəsarət alıb. Yaralılara təcili tibbi yardım göstərilir. Əfqanistanın paytaxtı Kabul